İran Ermənistan münasibətləri, yəni şəxsən o viza rejiminin ləğv olunması fonunda o regionda baş verən proseslərlə bağlıdır bizim bu növbəti mətbuat konferansımız. Yəni əslində vaxtaşırı ilə mən sizə həmişə İran-Ermənistan, İran-Azərbaycan münasibətləri ilə bağlı vaxtaşırı məlumatlar vermişəm. Təkcə sizlərə məlumat verməmişəm. Eləcə də ümumiyyətlə Azərbaycanla əlaqəli siyasəti olan dövlətlərin bütün fəaliyyəti barədə biz müntəzəm surətdə şərhləri hazırlayırıq, tezləri hazırlayırıq və analitik materialımıza sarılırıq və mən sizə bu sir deyil ki, yəni bizim analitik materialımız sizlərə gəlib çatmamışdan qabaq artıq deyir ki, ölkə hakimiyyət, yəni rəsmlərin ünvanına çatır. Həmişə bu məsələ bizim diqqətimizdə olub, həmişə də sözünüzü demişik. Amma inanın mənə, bəzən elə addımları olur İran tərəfinin və biz o addımlara qarşı hökmən münasibət bildirməliyik. Yəni, əslində Azərbaycan prezidentinin İranla əlaqəli apardığı siyasətdə bu vaxta qədər heç kim bir dənə olsun bir tənqidi rəy bildirə bilməz. Tənqidi fikir bildirə bilməz. Azərbaycan prezidenti İlham Əliyevin İranla əlaqəli siyasəti səmimidir, ancaq xeyirxahlığa yönəlib, iki ölkə arasında münasibətlərin inkişafına yönəlib, İranın vəziyyətinin yaxşılaşmasına yönəlib. Azərbaycan prezidenti həm Azərbaycanda, həm xaricdə olarkən İran üzərindən sanksiyaların götürülməsi ilə bağlı dəfələrlə çağırışlar edir. Çəkinmədən çağırışlar edir. Və mən sizə deyim ki, İrana qarşı Qərbin, ABŞ-ın tətbiq elədiyi sanksiyaların işləmədiyi yeganə dövlət Azərbaycan idi. Bunun əyani misalı var. Şahdəniz 2 müqaviləsi imzalananda biz o müqavilədən İrana 10% pay verdik. Şahdəniz 2 müqaviləsi imzalanan dövr İranla Qərbin münasibətlərinin ən kəskin dövrü idi. O dövrdə Azərbaycan heç nəyi nəzərə almadı. Nəzərə almadı ki, Qərb dövlətləri Azərbaycanın layihəsindən çıxa bilər, Qərb dövlətləri investisiya qoymaya bilər. Bunların heç birisi bizi nəzərə almadı. Həmişə Azərbaycan prezidenti İranla əlaqəli, İrana doğru istənilən bütün belə deyək, yaxşı nə addımları varsa hamısını atıb. Bəzi həssas dövlətlər var, İsrail. O dövlətlərlə Azərbaycanın münasibətinin inkişafında biz həmişə İslam faktorunu, xüsusən İran faktorunu nəzərə almışıq. Azərbaycan prezidentinə dəvət yoxdurmu? Dəfələrlə dəvət var Azərbaycan prezidentinə İsrailə səfər eləməklə bağlı. Azərbaycan prezidenti səfər eləyibmi? Yox. Və yaxud nə qədər deyək ki, başqa məsələlə İsrail kontekstində götürün, tutaq ki, İsraildən də bura gələnlərlə bağlı. Həmişə o məsələdə deyək ki, Azərbaycan özünün belə deyək ki, yəni İranla münasibətlərin nəzərə alıb. İranın ehtiyaclarının ödənilməsi üçün Azərbaycan heç vaxt, heç bir addımdan çəkinməyib. O günləri İran istədi, İran Astara dəmir yolu körpüsünün tikintisi üçün 500 milyon $. Varımızı verdik də, verdik. İndi də İran öz daxilində. Elə Astara dəmir yolu körpüsü də İranın daxilindədir. Öz tərəfimizi özümüz maliyyələşdirəcəyik. Biz İran tərəfdə, İran Astara körpüsünün, dəmir yolu körpüsünün İran tərəfdə tikintisini biz maliyyələşdirdik. Yəni İranın payını biz verdik, kredit verdik. İndi İran istəyir ki, sırf belə deyək, öz daxilində Astara, Rəşd, Qəzvin, dəmir yolun təmir eləmək lazımdır, modernləşdirmək lazımdır, ona pul axtarır. Azərbaycana müraciət edib, təxminən Azərbaycan $1 milyard ona da pul verəcək. Yəni biz İranla bağlı həmişə nə addım olubsa öndə olmuşuq. Allah heç kisə təbii fəlakət qismət eləməsin, heç bir dövlətin ərazisinə təbii fəlakət düşməsin. İran ərazisində zəlzələlərdə, digər təbii fəlakətlərdə ən çox qabağa, ən birinci oraya çatan, ən birinci İrana yardım edən ancaq Azərbaycan. İndi İranda ortalığa bəzən elə ideyalar qoyulur, qayırırsan belə. Yəni, xüsusi olaraq Azərbaycanla bağlı bəzən elə addımlar atırlar ki, biz reaksiya edirik. Heydər Əliyev dünya müsəlmanları içərisində
şəxsən dünya şəhərləri içərisində ən yüksək vəziyyəyə çatmış şəxsdir. SSR boyda dövlətin başında durmuş. İran məsələsindən məşğul idi, İraq məsələsindən məşğul idi, Suriya məsələsindən məşğul idi, Yəmən məsələsindən məşğul idi, Heydər məşğul idi. İndi oturub deyirlər ki, Heydər elə gəldi, Heydər belə getdi. Hələ bir sən öz ölkəndə Heydər bərabər bir adam göstər mənə. Ondan sonra neyinə geldi biz? Deyək ki, Heydər təşkilat yaradaq, yəni nə deyirsiniz eləyə bilərik. Heydər dünya İslamında, dünya müsəlmanlığında rolu ilə bağlı. Nə boyda desiniz, addım ata bilərik. Yəni və yaxud başqa misal, bugünlər Azərbaycan prezidenti dünya liderləri içərisində qəbul olunan liderlərdən biridir. Amma bütün atdığı addımlara baxırsan, şəxsən İran kontekstinə baxırsan, ancaq xeyirxahlığa, ancaq yaxşılığa, yəni bu dövlət başçıdır, bu səlahiyyət sahibidir. Bunun əlində bir pisə tərəf işləyən, bəd tərəfə də işləyən mexanizmlər var, imkanlar var. Bu boyda ölkənin prezidentidir. Amma bir adam deyə bilməz ki, Azərbaycan prezidenti hansısa bir dövlətə qarşı və yaxud şəxsən söhbət İrandan gedir, İrana qarşı nəsə hansısa bir, belə də işte, yəni addım atı və yaxud nəsə bir şey addım edir. İranın, yəni bu sözlərin hamısı konteksti İran-Ermənistan münasibətlərində son vaxtlar baş verən bəzi hadisələrlə bağlı. Yəni, 2 gün bundan qabaq Ermənistanın Xariclər Naziri İranda idi, Edvard Nalbandiyanla İranın Xariclər Naziri Cavad Zərif arasında viza rejiminin aradan qaldırılması ilə bağlı memorandum imzaladı. Memorandumun şərti belədir ki, Ermənistan hökuməti həmin memorandumu təsdiq edən kimi vizasız rejim fəaliyyətə başlayır. İran-Ermənistan münasibətlərində indi Ermənistanın nəyə ehtiyacı var, bunu mən bilirəm. Bu amilləri nəzərə alsaq, hesab edin ki, 5 günə, 3 günə, yəni Ermənistan hökuməti əgər qıraqdan müdaxilə olmasa, ən yaxın günlərdə həmin memorandumu təsdiqləyəcək və bununla da İran ilə Ermənistan arasında vizasız rejim fəaliyyətə başlayacaq. Əsas 2 dənə məqsədləri var. İranla Ermənistan arasındakı iqtisadi münasibətlərə yeni stimul vermək və ikinci məqsəd turizm əlaqələri gücləndirməkdir. Yəni siz bilirsiniz ki, Ermənistan elə də böyük bir resurs potensialı yoxdur. Ki, misal üçün Ermənistan İranla münasibətdə nəyisə verir. Demək, həm iqtisadi əlaqələrin artımında, həm də turist axının artımında elə bilin ki, İran donor qismində, Ermənistansa qazanan, deyək ki, əldə pul götürən tərəf qismində iştirak edəcək. Yaxşı, nə məsələdir ki, İran öz turistlərin vadar edir ki, siz hökmən deyək ki, Ermənistan arasına getməlisiniz. İranlı turistlərin başına Ermənistanda olmazın oyunlar asılır. Hayastan Fondu'nun İran nümayəndəliyi yaxınlarda təzədən aktivləşdi. Məqsəd nədir? Məqsəddir ki, İran ilə Ermənistan arasında iqtisadi əlaqələri gücləndirmək, IT texnologiyaları gücləndirməklə iki ölkə arasındakı iqtisadi münasibətləri inkişaf etdirmək. Təbii ki, bunların hamısında əsas hədəf, yenə deyirəm, İrandan Ermənistana tərəf həm pul axını, həm adam axını, həm sərmayə axını. Edvard Nalbandiyan Ermənistanda, İranda oldu. İranın prezidenti, vitse-prezidenti, parlamentin spikeri qəbul edildi. Azərbaycanın baş nazirinin müavini səviyyəsində Azərbaycandan İrana nümayəndə heyəti gedib. Onu İrandan yuxarı qəbul edən İranın vitse-prezidenti olub, hətta prezident qəbul edir. Xeyr olar, nə məsələdir? Sadəcə özləri öz içərilərində özlərin aşağı adam bilirlər deyə elə hesab edirlər ki, bütün müsəlmanlar, bütün şiələr, bütün Azərbaycanlar aşağıdır. Çünki özləri nə boyda belə dəkdə pafosuna danışsalar da özləri daxilən cılız adamlardır. Növbəyə durmuşdur İranın rəsmiləri. İranın Ermənistandakı səfiri, Rusiyanın Ermənistandakı səfirin İran qatmışdı Edvard Nalbandiyan olan tədbirlərə. Sepuh Sərkisyan var. Tehran, Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının başçısı. 4 gün müharibədən sonra Dağlıq Qarabağa gəldi. Mən görmədim bir dənə İran rəsmisi ona reaksiya verirsin. Ki, desin ki, nə məsələdir, sən niyə getdin ora? Gəldi, Bako Sakyanla görüşdü, de facto, qondarma qurumun de facto rəhbəri ilə görüşdü. Dedi, hə,
nə lazımı deyin bizə göndərəcəyik İranla. Bakı Sakyan dedi, sağ olun, bilirik göndərəcəksiniz, amma elə vaxta qədər də siz çox şey eləyirsiniz. Sepuh Sərkisyan hardan pul qazanır? Sepuh Sərkisyanın pulu Tehrandakı ermənilərin puludur. Tehrandakı ermənilər pulu hardan qazanır? İran İslam Respublikasının içindən qazanılan pul Azərbaycan müsəlman torpağının işğalına xərclənir. İran rəsmiləri isə ermənilərin, o cümlədən həmin Sepuh Sərkisyanla qucaqlaşıb, öpüşüb, görüşürlər. Edvard Nalbandiyanla qucaqlaşıb, görüşüb, öpüşürlər. Prezidentləri də eləcək. Necə başa düşür? Mahmud Əhmədinecadın dediyi dövrdə İranla Ermənistan eyni mədəniyyət, eyni dinin daşıyıcısıdır. Onda bəs İranın özünün dini harada qaldı? Nəyi əsas götürməliyik? Quranda ayələr var. İranın bütün davranışı Quran ayələrinin pozulması üzərində qurulur. İranın Ermənistana münasibəti onun Hristiyan qonşusuna münasibəti deyil. Bu bizi aldada bilməsinlər. Aldada bilməzlər. Biz çox gözəl bilirik. İranın Ermənistana münasibəti anti-Azərbaycan, anti-Türkiyə dövləti qüdrətləndirmək, gücləndirməkdir. Başqa məqsədi yoxdur. İran əgər Hristiyan qonşusuna kömək eləmək istəyirsə, İran əgər Hristiyan dünyasına münasibətləri göstərmək istəyirsə, buyursun, elə Gürcistan da onun qonşusudur. Niyə Gürcistan da bir dənə layihə reallaşdırmır? Gürcistan ABŞ-ın adamıdır. Yalan söhbət. Ermənistanın ABŞ-la münasibəti, Ermənistanın NATO ilə münasibəti, Gürcistanın ABŞ və NATO ilə münasibətlərindən 3-4 pillə yuxarıdır. Amma Gürcistan əlaqə quranda nə edir? Gedir orada Azərbaycanları ələ alır, özünə tərəf keçirdir ki, Gürcü dövlətçiliyi zəifləsin. Oradakı Azərbaycanlılar da Ermənistan dövlətçiliyinə tərəf keçsin. Bu boyda İslam normasını pozmaq mı? Bütün ayələrdə, əgər bizim Quran ayələrimizdə Hristiyan İslam söhbəti varsa, Yahudilərlə Hristiyanlar İslama münasibətdə bərabər tutulur. Bərabər tutulur. İranın fikrincə, Yahudilər Fələstin torpağını işğal edib, işğalçıdır. Ermənistan, Azərbaycan torpağı, müsəlman torpağı işğal edib burada, o işğalçı deyil. Quran ayəsini tanımırlar. Quran ayəsini tanımırlar. İrandakı elə başa düşür ki, dini təkcə bunlar bilir. Ola bilər burada oturanlar, mən, siz, kimsə, Quranın ayəsinin, Quranda elə ayə var, onun 17-18 təfsiri var. Mən elə bəlli olanı. Da bunun artığı mən bilmirəm. 2-3 təfsirli ayələrimiz çoxdur, amma eləsi var 17-18 cür izahı var. Elə ayələr var, izahı ümumiyyətlə yox. Əlif, lam, mim, zalikə kitabı. Bəlli deyil. Hər alim, din alimi özünə görə. Ola bilər biz bu təfsirləri bilmirik. Amma dinimizin ümumi normaları İrandakılar fikirləşməsin də. Biz də bilirik. Azərbaycan siyasət adamlarının böyük əksəriyyəti İslam dini çox gözəl bilir. Əmr-i biməruf var. Əmr-i biməruf var. Şiə teosofiyasının ən əsas dogmalarından biridir. Dəfələrlə İranlı alimlər, İranlı ayətullahlar, İranlı imam cümələr Azərbaycana qarşı ondan istifadə edirlər. İndi mən həmin ayətullahlara deyirəm, həmin imam cümələrə deyirəm, rəsmi deyil, rəsmi din xadimlərə deyirəm. Yaxşı, siz bir ayırt eləmişsiniz ki, hansı erməni yaxşı ermənidir, hansı erməni pis ermənidir. Siz ayırt eləmişsiniz ki, hansı erməni müsəlman torpağının işğalında iştirak edib, hansı erməni müsəlman torpağının işğalında iştirak eləməyib. Bunu ayırt edib, deyin ki, bu erməni, o erməni Azərbaycan torpağının işğalında iştirak eləməyib, ona görə mən ona əl tuturam, əlaqə saxlayır. Və sən əmr-i bimərufun harada qaldı? Niyə sən Edvard Nalbandiyan gələndə, Ermənistanın hansısa bir nazir gələndə fərəqət durursan sən? Sənin saqqalıva yaraşır, sənin oxuduğuna yaraşır. Əmr-i bimərufu get birinci özvə tətbiq edir. Sərkisyan dünyanın hansı dövlətinə gedib, müsəlmansının əlinə təbliğat tapar. Şiə ermənilər üçün şiəli ilə işi eynidir. Eynidir. Edvard Nalbandiyan, Seyran Aniyan, Sərkisyan, Ermənistanın daxilində də Ermənistanın xaricində hara çatırlar, bu növdə təbliğat tapar. İran bir dənə reaksiya verib, İranın verdiyi reaksiya gördünüz. Mükafatlandırma, təltif eləmək. Yəni o mənada, mən elə başa düşürəm ki, İran hədsiz çox məsələləri nəzərə almalıdır. Nəzərə almalıdır ki, Azərbaycanın bugünkü prezidenti hansı siyasəti aparır,
siyasətin hansı istiqamətdə dəyişə bilər. İran bu dövrdə pul qazanmayıb. Tam. Yoxdur. Yalan İran danışılar. Sanksiya Azərbaycana tətbiq olunub. 1992-ci ildə ABŞ Kongresi Azərbaycanı 907-ci əlavəyə saldı. Qərb dövlətləri heç birisi o dövrdə Azərbaycana yardım edəmədi. İran deyilməndə sanksiya. Sanksiya Azərbaycana qarşı, İrana da qarşı sanksiya tətbiq olunmuşdu, Azərbaycana da qarşı sanksiya tətbiq olunmuşdu. Baxın, bu Azərbaycanın inkişafı, o İranın inkişafı. Əgər bacarıqları olsaydı, mənlə başa düşürəm, İranı inkişaf elətdirərdilər. İndi oradan-buradan deyirlər, gəlin bizə investisiya qoyun, amma öz əllərində düşən qara köprüləri, belə də işte, xırda pulları, öz cəmaatlarına xərcləmə əvəzinə, öz regionlarına investisiya qoymaq əvəzinə saxlayırlar ki, Ermənistana qoyacaq. İranın prezidenti deyir, yaxında Ermənistana səfər edəcəm. Nədir? Orucluq hazırlığıdır. Orucluq tədariklidir bu. Mən dini müddət böyümüş adamam. Həmişə bir həftə, 5 gün, 10 gün, məsələn, bir ay fəslə nasıl olaraq da müsəlmanlar, əsl müsəlmanlar orucluğun qabağına gedər. Ayrıca namazını tutardılar, ayrıca bir ərzaq alardılar, ayrıca bir pul tədarik edərdilər, ayrıca kasıbları hesablayardılar ki, keçən qonşumuzda filan kəslər kasıb deyil, bu il kasıbdır, bunları nə edəcək? Müsəlmanda orucluq tədariki var. Bu da İran müsəlmanlarının orucluğa tədarikidir də. Ruhani deyir ki, Ermənistana gələcək. Üzərinə öhdəlik götürür ki, Ermənistan, demək, Fars körfəzi ilə Qara dənizi Ermənistan üzərindən birləşdirmək uğrunda nə lazımdır eləyəcək? Yoxsa bu da şimal-cənub marşrutuna pul qoymağa, maya qoymağa, investisiya qoymağa, təmini modernləşdirməyə pul tapa bilmirsən, öz cəmaata verməyə pul tapa bilmirsən, nə məsələdir sən bunu İrana, Ermənistana eləməlisən? İran, sən özün rəsmən bəyənlədin ki, martın 20-sinə dək Naxçıvan-Tehran dəmir yolu sərnişin qatarı işə düşəcək. İran bunu anons elədi. Niyə işə düşmədi? Niyə bu günə qədər işə düşmüyor? Sonra hətta dedilər ki, Naxçıvandan çıxan sərnişin qatarı Tehran, Tehrandan da Məşədə gedəcək. Bu ki, dindir. Sənin dinindir bu. Sənin dinindir. Niyə girmədi o qatar? Nə var? Naxçıvandan İrana dəmir yolu işləsəydi, o İran-Ermənistan dəmir yolunun, erməni variantının heç edilməsi deməkdir. Ermənilər Mehri tərəfdən belədir, yəni dəmir yolunun işə düşməsinə çalışır, öz dedikləri variant. Naxçıvansa, o demək, Naxçıvandan İrana dəmir yolu düşəndə artıq İranın iş adamları deyəcək ki, onların termində bizi niyə məcbur edirsiniz ki, dəmir yolu qoyaq? Və ya beynəlxalq aləmə bunu necə əsaslandıracaqdır? Amma ermənilərin gücü ona çatdı ki, Naxçıvan, Tehran dəmir yolu, sərnişin qatarını dayandırırlar. Təsəvvür edin, hətta Məşəd kəlməsini qoşurlar, Naxçıvan zəvvarları Məşədə ziyarətə gedəcək. Ermənilər hətta İranda dini siyasətə gücləri çatır, İranın dini siyasətinə müdaxilə edə bilirlər. Yəni, belə vəziyyətdə biz istər-istəməz Azərbaycan olaraq sözümüz də var, gücümüz də var. Hamı görür, Bakı dünya problemlərinin müzakirə olunduğu mərkəzə çevirir. Niyə görə? Çünki Azərbaycan, Azərbaycandır. Azərbaycanın başında duran dünya liderləri tərəfindən dünyanın ən aparıcı liderinin biri kimi qəbul olunan adamdır. Gücümüz də var. Hər şeydə imkanımız var. Elə şəxsən İran, sən əyani surətdə gördün. Bizim gücümüz, belə deyək, nəyə çatır? Viza rejimi ləğvi ərəfəsində. Yəni, bütün proseslər, bu sözlər hamısı onun ötürüdür ki, İranın doğrudan da, yəni, elə hərəkətləri var. Dörgünün müharibə dövründə İran dil qəfəsə qoymadı, din xadimləri, prezidentləri, nazirləri Azərbaycana az qala hücum çəkəcəklər ki, siz dayandırmalısınız, müharibəni dayandırmalısınız. Nə var? Erməni uduzur. Ermənin uduzmağına ermənidən çox İran reaksiya verir. Dörgünlük müharibədən az keçmiş İranın müdafiə naziri Moskvada Ermənistanın müdafiə naziri Ohaniyanla görüşdü. Ohaniyan Moskvadan qayıdandan sonra İranın Ermənistandakı səfiri Kazım Səcadi Ohaniyanla görüşdü. Əlində bloknot durdu Ohaniyanın qulluğunda, sərəncamında yazdı və sonra da elan edirəm ki,
hər iki dövlət hərbi texniki əməkdaşlığın genişləndirilməsinə maraqlıdır. Xeyir ola, İran sən Ermənistana silah verirsən, bu silahı gedib hansısa xristiyana qarşı atacaq. Azərbaycana qarşı istifadə edəcək. Yəni, o mənada mən elə başa düşürəm, İranın bugün Azərbaycanla münasibətlərini götür-qoy eləməsinə kifayət qədər ciddi ehtiyac var. Bizim əlimizdə imkanlarımız var, bizim əlimizdə vəsaitlərimiz, görə biləcəyimiz işlər hədsiz çoxdur, biz buradan istifadə edə bilərik. Niyə Azərbaycan prezidenti İsrailə səfər eləməməlidir? O İran ki, Azərbaycanın marağını almır. Bizim bugünə qədər İsraildə səfirliyimiz yoxdur. Amma İranın Ermənistanda, İranında səfirliyi var. Gəlgəkləri də kefimizdir. Azərbaycan prezidenti İsrailə səfər edir. Mən şəxsən öz payıma söz verirəm ki, mən bundan sonra Azərbaycanda o İranın daxilindəki Azərbaycanların vəziyyəti ilə maraqlanan tədbirlərdə iştirak edəcəm. Yəni bizim siyasi əqidəmiz, bizim qabağımıza qoyulan məqsədlər, üzərimizə götürdüyümüz öhdəliklər hakimiyyətlə yanaşı addımlamağa vadar edirdi. Amma o demək deyil ki, biz bütün addımlarımızı hakimiyyətlə razılaşdıracaq. Yox, mən şəxsən söz verirəm sizə ki, sizə də deyirəm, harada gördünüz Azərbaycanın daxilində, vahid Azərbaycan mövzusunu tədbir keçirilib deyil mənə zəng edin, mən gəlib, dəvət oldu-olmadı, mən gəlib bu tədbirdə iştirak edəcəm. İran niyə nəzər almış ki, onun Ermənistanla bütün əlaqələri oradakı Azərbaycanlılar yaşayan ərazilər üzərindən qurulur? Niyə bunu nəzər almış ki? Niyə İran fikirləşir ki, biz Azərbaycanlara söz deyə bilmərik, amma burada bizim cavanlarımızı ələ alıb Azərbaycan dövlətinin əlinə çevirəcək? Buna imkan mı verəcəyik? Sonra da axırda Ermənistana işlədəcək? Buna imkan mı verəcəyik? Heç vaxt imkan verə bilməyəcəyik. Yəni, mən elə başa düşürəm, İran ayılmalı, özünün bütün siyasətinə, şəxsən Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır. İran doyunca düşmən yaradıb özünü. İranın zəifləməsini arzulayan dövlətlər, arzulayan qüvvələr hədsiz çoxdur. İran bugün ona görə bu vəziyyətdə qalır ki, Azərbaycan prezidenti belə istəyir. Azərbaycan prezidenti belə istəyir. Azərbaycan prezidentinə təkliflər olmur mu? Həmin o təkliflərə cavabları o günləri Almaniyada, dünənləri Almaniyada. Gördünüz prezident. Yeni İran məsələsini ortalığa gətirir. Yəni, qərb İlham Əliyevə anti-İran nəsə bir şey təklif eləməz. Amma bugündən sonra, sabahdan sonra belə İran-Azərbaycan münasibətlərində ciddi dəyişikliklər var. Üç tərəfli Rusiya, İran əməkdaşlığının müəllifi, İran, Rusiya, Azərbaycan-İran əməkdaşlığının müəllifi İlham Əliyev. Niyə görə əməkdaşlığı irəli sürür? Çünki o istəyir ki, iki dənə iri qonşusu əməkdaşlıq üzərində bir-birinə birləşsin. Əməkdaşlıq üzərində. Əgər iki dövlət, Azərbaycan iki qonşusu bir-birinə əməkdaşlıq eləməyəcəksə, o qonşulardan biri Rusiya deyə bilər ki, İran filan siyasəti aparır. Gəl gedək İran üzərində. Amma Azərbaycan deyir ki, gəl əməkdaşlıq eləyək. Üç dövlət ki, əlavə negativ senarilər çıxmasın. Çox qədim fəlsəfədir. Çox qədim fəlsəfədir ki, deyir, əgər iki dövlətin və yaxud iki qəbilənin, belə deyək, sərhədlərindən tazirlər gəlgid eləmirsə, əskərlər gəlgid edəcək. Azərbaycan bunu əsas götürür ki, üç tərəfli əsasda əməkdaşlıq olsun, iqtisadi əməkdaşlıq olsun ki, hərbi və yaxud başqa negativ senarilərə, belə deyək, yəni yer qalmasın. Amma İran bizə nə təklif edir? İran şimal-cənub marşrutunu süründürdü, da gördü Azərbaycan əlindən qurtulmaq mümkün deyil, ondan sonra razılıq verdi. Amma şimal-cənub marşrutu, onu dəmir yolu marşrutu, onu bundan qabaq da tikilə bilər. Bugünkü İran Astara Köprüsü, onu bundan qabaq tikilə bilər. Nə təklif edir bizə? Torpağımızı bizə icarəyə verir. Adam başına İranda düşən torpağın sahib miqdarı kvadrat metri ilə. Azərbaycanda adam başına düşən torpağın kvadrat metrinin sayəsindən 2,5 dəfə çox. Sən öz torpağı əkib bezirə bilmirsən. Özdə, mən sizə deyim ki, yəni iqlim baxımından ən yaxşı ölkə İrandır.
Demək, təsəvvür eləyin ki, əgər İranın bu Azərbaycan yaşayan regionlarında, yəni şimal tərəfində 25-30 dərəcə şaxta olanda, İranın Fars körfəzi regionlarında, cənub regionlarında 15-20 dərəcə isti olur, bəzən 25 dərəcə isti olur. Ay İran keçisi, yazda əkdiyin burada Mazandaranda, Azərbaycanda, Ərdəbildə, harada deyirsən də. Qışa ki gəldi, 2 günlük yoldur maşınla, min get, Fars körfəzi ətrafında, orada dirlik elədə, əş, becər tök. Azərbaycanın torpağı ne edirsən? Gəlib Azərbaycanın torpağı sizi, bura Amerika göz qoyub, Amerika səfirinin böyürü deyə, İsrail səfirinin böyürü, bu torpağı mənə cariyə verir. Yəni ortalığa sürdüyü təkliflər damısı pis niyyətli təkliflərdir. Üçüncü də təklifəm ki, yəni çox zəruri ehtiyac var ki, İran özünün Azərbaycanla münasibətlərinə yenidən baxsın. Ermənistanla münasibətlərinə yenidən baxsın. Əgər İranın marağında Ermənistan işğalçılığının güclənməsi İranın marağındadırsa, İranın marağında belə şey varsa, biz də bilirik ki, hansı dövlətlərin belə deyək də İranla əlaqəli hissləri və yaxud siyasətləri inkişaf edəcək. Allah İranın başında duranları dinə gətirsin. İranın Ermənistan siyasəti göstərdi ki, bu dövlətin dini normalarının işi yoxdur. Bu dövlətin özünün bildiyi siyasət var, bu dövlətin başına duranlar özünün bildiyi siyasət var. Yəni, mən anlaya bilmirəm ki, nətər Fələstin düşməndir və İsrail düşməndir. Müsəlman Fələstin torpağını işğal edir. Erməni dostdur, çünki Müsəlman Azərbaycanın torpağını işğal edir. Əgər bu Yahudisə, bu da Xristiyandır. Necə olur? Niyə sən bir dənə vaxta qədər erməni irad bildirməmsin? Qarabağ məsələsində İran heç kəsə sübut edə bilməz ki, onun mövqeyinin, ABŞ-ın mövqeyinin nə fərqi var? Ermənistan deyirdi, ATƏT, ATƏT-in Minsk qrupu vasitəsiz, alternativsiz vasitəçidir. İndi İranda həmin söz deyir. İranın səfiri durur, dedi, Dağlıq Qarabağ məsələsindən ATƏT-in Minsk qrupu məşğul olmalı. Amma İranın buradakı adamları bizə deyir ki, Xristiyan klubudur, cəmaat ayağa qalxmalıdır. ATƏT-in Minsk qrupu həmsələri Bakıya gələndə bunları buradan qovmalıdır, filanləməlidir. Azərbaycan İranın təklifini dəstəkləməli. Dəstəkləmiş ki, sənin vasitəçiliyi. Ermənistan imkan vermir sənin vasitəçiliyi. Ermənistan sənin vasitəçiliyi qəbul edir. Amma sən Ermənistana tərəf gedirsən, Azərbaycana tərəf yox. Mənim deyəcəyim bu qədər, əlavə indi, yəni bizim birgə işimizdə, əlavə indi siz nə suallarınız varsa, mən o suallara cavab verməyə hazıram inşallah.